Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Azərbaycan saatındayıq və bugün Natiq bəy Adilovla danışacağıq. Natiq bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir Qənimət bəy, hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Mən deməli, Əli Kəriminin atası rəhmətə getdi, Allah rəhmət eləsin. Mən bu məsələ ilə bağlı 2 gündür ki, danışmıram. Danışmamağa üstünlük verdim. Yəni, ona görə yox ki, ümidim vardı ki, Əli Kərimini dəfn mərasiminə, hüzur mərasiminə buraxacaqlar. Açığı, heç bir ümidim və gözləntim yox idi. Amma hər halda sustum. Qəsdən danışmadım ki, həm kiməsə bəhanə kimi gəlməsin ki, bunlar belə sərt danışmasaydılar, bəlkə orada bir qərar verilərdi falan. Amma mövcud praktikaya yaranmaqda olan ənənələrə ki, bu da həmin ənənələrin bir parçasıdır. Hətta baxmayaraq diktatura şəraitində, avtoritarizm şəraitində həbsdə olan insanların yaxın qohumları, ailə üzvləri, yaxın adamları vəfat edəndə onu dəfn mərasiminə, hüzur mərasiminə buraxırlar iştirak eləmək üçün. Amma bu yeni yaranmış bu ənənələrin içində Əli Kərimli istisna olundu, qırağa qoyuldu. Və kimlərsə deyə bilər ki, bu ağır cinayətlərdə ittiham olunmayan dustaqlar üçündür. Amma bu da doğru deyil. Bunu da sındıran bir praktika, təcrübə var. Məsələn, Rauf Mirqədirovun Allah atasına rəhmət eləsin, həbsdə olarkən atası rəhmətə getdi və onu dəfn mərasiminə iştirak eləmək üçün icazə verdilər. Yəni Rauf bəy ona görə xatırladır ki, Qənimət bəy, Rauf bəyə ədalətsiz, qanunsuz olaraq çox ağır maddə vermişlər. Bəli, ağır vətənə xəyanət ittihamı falan dambadurum. Əlbəttə şər idi, böhtan idi. Amma rəsmi ittiham belə idi. Hə, sonra da məcbur oldular, buraxdılar əlbəttə. Çünki ortalıqda heç bir əsas yoxdur. Amma dəfn mərasiminə buraxmışdılar. Başqa təcrübələr də var hər halda. Bu təcrübə yeri gəlmişən deyim ki, bizdən başlanır. Mən atam rəhmətə gələndə getdik biz, o vaxt Mirzə Sakit də həbsdə idi, mən də həbsdə idim. Getdik və o ilk, baxmayaraq ki, qanunda vardı, bu ilk təcrübə idi. O vaxta qədər, bizə qədər, yəni qanunvericilikdə nəzərdə tutulan bu normadan heç kim üçün istifadə etmə imkanı tanımamışdı. Ondan sonra hər halda bir növ bu obraz desək, bu qapılar açıldı. Yəni, kiminsə ailə üzvlərindən biri, Şəmşad bəy də buraxmışlar, yaxınlarda Şəmşad ağanı. O da birinə buraxdılar. Sonra onun başqa bir ailə üzvü rəhmətə gələndə artıq buraxmadılar. Əli Kərimlini də buraxmadılar. Bu qısqancılıqdırmı, yoxsa hansısa başqa səbəblərlə bağlıdırmı, açıq düşmənçilikdirmi, nədirmi? Bunu müzakirə eləyək. Natiq bəy, hər halda toxunmalıyıq bu məsələyə. Doğru, Qənimət bəy. Deməli, sən yaxın müstəqillik tariximizdə, yəni ilk oldu, mən də dəqiq xatırlayıram, sizin atınız rəhmətə gedəndə ilk dəfə qanun tətbiq olundu. Qənimət bəy doğru xatırlatdı ki, qanunda belə bir maddə olmuşdu, amma ölü idi, işlək olunmurdu. Və ondan sonra da bir çox şəxslər, sən adını xatırlatdın, o fürsətdən istifadə elədi. Mən çoxlarının bilmədiyi, yaddan çıxan, xatırlanmayan başqa bir faktlarda sadalayım. Məsələn, Abdurrahman Vəzirovun, Heydər Əliyevin ona münasibəti pis idi. Eləcə də Ayaz Mütəllibova da. Onların, məsələn, mən ötən illərdə oxudum ki, Vəzirova bu mətbuata filana çıxmayıb. Sonradan Vəzirov illər keçəndən sonra deyib, onun anası mı, yoxsa atası mı ölüb Heydər Əliyevin vaxtında. Ona da şərait yaradıblar hətta. O gəlib yasda iştirak eləyib Heydər Əliyevin. Onun yeri gəlmiş, heç mən də bilmirdim. Çünki ictimailəşməyib Qənimət bəy. Mən təsadüfən Vəzirovun bir... Amma Vəzirov həbsxanada deyildi də, hər halda Vəzirov. Yəni, amma daha pis şərait, pis situasiyada idi də, vətən xəyanəti, nə bilim, o qırdırıb, millət qırdı. Ayaz Mütəllibovunsa oğlu vəfat edəndə, səhv eləmirəmsə 11-ci il idi, yoxsa 10-cu il idi. Ona da şərait yaratdılar. O gəldi, oğlunun yası mərasimində iştirak elədi. Və bu, dediyim kimi, təkcə hökmdarın, dövləti idarə edən adamların rəhimdilliyindən və yaxud onlardan mərhəmət diləmək məsələsi deyil. Bu, birincisi, qanunun tələbidir.
Qənimət bəyin vurğuladığı kimi. İkincisi də bu Azərbaycan hakimiyyəti ki, sui-istifadə edir, milli, mənəvi, dini dəyərlər, ailə ənənələri bizim üçün çox önəmlidir. Azərbaycanda qorunan, yazılmamış bir çox qanunlardan biri bu dəfn məsələsi ilə bağlıdır, ölü məsələsi ilə bağlıdır ki, adamlar həmin günü tutaq ki, şəxsi intriqaların, düşmənçiliyin kənara qoyur. Hətta düşmən olan adamlar bir-birinin gedir, yasında iştirak eləyir, başsağlığı verir. Parlaq nümunə kimi biz Türkiyəni göstərə bilərik, qardaş ölkəni ki, baxın orada iqtidarlı, müxalifətli bir-birinin yasında iştirak eləyirlər. Prezident Ərdoğan özü gəlir iştirak eləyir. Orada müxalifətlə görüşür, müxalifətin yaxınlarına hətta xəstəxanaya düşəndə başsağlığı verir, amma ondan sonra da yenə də siyasi münasibətlərin davam elətdirirlər. Azərbaycanda bu Əli Kərimliyə qarşı bu münasibətin düşmənçilik filan adlandıra bilərik, amma mənim üçün əsas meyar cılızlıqdır. Həm insani, həm siyasi cılızlıqdan irəli gəlir. Mən Qənimət bəy biraz uzunçuluq eləyəcəm, üzrüsə. Yox, əlbəttə buyur. Çox ağa keçsəm mənim sözümü kəskinən. Yox, problem deyil. Bəzi bu siyasi prosesi izləməyən adamlar düşünə bilər ki, bəlkə Əli Kərimli haqq eləyir, bəlkə məsələn Arif Hacılını buraxıblarsa, Qənimət Zahidi o birsin, bu birsin buraxıblarsa, Əli Kərimli buraxmırlarsa, bəlkə Əli Kərimlinin nəsə bir həqiqətən bağışlanılmaz İlham Əliyevlə bağlı bir şey var. Bu şübhəni aradan qaldırmaq üçün mən 2 dənə tarixi hadisəni yada salacağam. Heydər Əliyev ilk dəfə xəstəxanaya 99-cu ildə düşdü. Yanvar ayı səhv eləmirəm. Sözdə cənab Qənimət Zahid onda revmatizmdən xəstəxanada müalicə alırdı. Biz ora getmişdik bir neçə jurnalistlə. Ona görə dəqiq xatirimdədir. Və o vaxt bu Heydər Əliyevin ilk hadisəsi idi, yəni prezident olanda. Çünki o zaman hörmətli tamaşaçılar Heydər Əliyevi belə təqdim edirdilər ki, ciddi ki, bu adam heç ölməyəcək. Yəni siyasətçi var idi, indi o özü də ölüb. Deyirdi ki, Heydər Əliyev ölməyəcək, qeybət çəkiləcək. Bəzilər deyir ki, o heç qrip də tutmayıb. Bəzilər deyirdi, nə bilim, bu dirilik su içib. Birdən-birə Heydər Əliyev xəstələndi və o zaman mətbuatda çoxlu yazılar getdi. Heydər Əliyevdən sonra kim olacaq? Heydər Əliyev istefa versin, nə bilim, bu xəstə adam dövləti necə idarə eləyə bilər və s. O zaman Əli Kərimli də, Əbülfəz Elçibəy də yeganə siyasətçilərdən oldular ki, Heydər Əliyevin sağlamlığı ilə bağlı sual verəndə o dedilər ki, biz ona şəfa diləyirik. Bu insani məsələdir, siyasətə dəxli yoxdur. Biz bu mövzudan istifadə etməyəcəyik. Yəni canlı tarix var, qəzetlər var, jurnalistlər var, hamı gedib oxuya bilər. Sağdan, soldan çox adamlar, çox siyasətçilər, jurnalistlər bu mövzunu istifadə edirlər, amma nə Əbülfəz Elçibəy, nə Əli Kərimli bu mövzudan zərrə qədər istifadə eləmədi ki, Heydər Əliyev can çəkişdirir, biz nəsə eləməliyik. Dedilər ki, sağalsın, gəlsin, biz mübarizəmizi onunla davam elətdirəcəyik. İkinci dəhşətli bir hadisə isə Heydər Əliyevin ki, 2003-ün avqustun 31-də dünyadan getdiyi deyildi, bitkisəl həyata girildiyi deyildi, öldü, qaldığı müzakirələri getdi. Yəni o vaxtdan sonra həqiqətən rəsmi ölümünə qədər Heydər Əliyevin nə fotosu, nə videosu, nə səsi yayılmadı və çox sayda məqalələr getdi. Heydər Əliyevin o naməlum statusda olan bədənin, bilmirdi o cəsəd idi, var idi, yarım həyatda idi, təhqir eləyən adamlar var. Jurnalistlər, siyasətçilər, adlarını da çəkə bilərəm. Onlar bugün İlham Əliyevin yanındadılar. İlham Əliyevdən medal alıblar, orden alıblar, ev alıblar, katibə alıblar, nə ofis alıblar. Amma o kampaniyada da nə Əli Kərimlinin, nə Azərbaycan Xalq Cəbhəsinə yaxın olan jurnalistlərin Heydər Əliyevin o statusun, yəni ölüb qaldı məsələsini məshəkiyə çevirən, təhqir obyektinə çevirən bir ifadə, bir söz ola bilməz. Əli Kərimli o zaman da prinsipial mövqeyində idi, müxalifətçiliyin eləyirdi, tənqidlərini eləyirdi, amma Heydər Əliyev, İlham Əliyevin ətrafında olan bugün o troll ordusu daxil, 700 minlik yap ordusu daxil, bir nəfər Əli Kərimlinin publik çıxışlarından, müsahibələrindən, söhbətlərindən bir dənə status ortaya qoya bilməz ki, Heydər Əliyevin, İlham Əliyevin dədəsinin o çətin vaxtında ona atmazasın, axmıra eləsin, məsəkə eləsin. Yəni, bunları ona görə sadaladım ki, Qənimət bəy, sən əlbəttə ki, bunları bilirsən, tamaşaçılar da, qəlbində şübhə olanlar da bilsin ki, Əli Kərimli də Xalq Cəbhəsində həmişə bu mövzularda ehtiyatkar,
alicənab davranıblar, heç kimə əsas verməyiblər, bəhanə verməyiblər, heç kimi də bu kimi mövzularla yaralamağa cəhd eləməyiblər. İlham Əliyev indi o bilmirəm o məsələləri necə yadında saxlayıb, saxlamayıb, amma tarixin sınağı onu bu mövzuda da Əli Kərimliyə uduzdurdu ki, əgər bu praktika varsa, Əli Kərimin oradan çıxıb getmək, istintaqdan yayınmaq, ölkə sərhədlərindən uzaqlaşmaq və yaxud da oradan yas mərasiminə gedib ondan bir siyasi akt kimi istifadə eləmək niyyəti ola bilməz. Əli Kərimlinin bütün çıxışlarında, məsələn, görürsüz, 10 ildən çoxdur ki, Şəhidlər Xiyabanının, Xocalı abidəsinin, Fəxri Xiyabanı biz ziyarət eləyəndə Azərbaycan hakimiyyəti öz çuğulları vasitəsilə o yas anım mərasimlərinə də çuğulluq qatır, qatma qarşılıqlı salır. Amma Əli bəy həmişə o çıxışlarında, qısa çıxışlarında, yazılarında, açıqlamasında deyib ki, biz dəyərlərimizə hörmət eləyirik. Biz heç zaman yas mərasimlərin, hüzün, dəfn mərasimlərin siyasi iddialarımızı reallaşdırmaq, bəyan eləmək kimi istifadə etmirik. Biz sadəcə ehtiramımızı götürürük. Yəni keçmiş təcrübələrdə də, yəni başqa anım mərasimlərində də Əli Kərimli oranı siyasi tribun kimi istifadə eləməyibsə, mitinqə döndərməyibsə, nə bilim, hökuməti tənqid eləmək üçün bir fürsət kimi bəhrələnməyibsə, öz atasının yasında bunu eləməsi qeyri-mümkün idi. Bunu hər kəs bilir. Necə deyim, Qənimət bəy, bu Əli bəy möhkəm insandır. Bu dərd onun üçün nə qədər ağır olsa da onu ötüşdürəcək, amma bu ləkə Azərbaycan hakimiyyətinin üzərində qalacaq. Heç kim də burada deyə bilməz ki, nə bilim, baş qarışığı idi, şənbə günü idi, bazar günü idi, o bəhanə də əllərindən çıxdı. Bu gün birinci gündür, həftənin birinci günü idi, bazar ertəsi idi. Şərait yarada bilərdilər ki, adam gedib yas mərasimində iştirak eləsin. Bu bir lənət olaraq Azərbaycan hakimiyyətinin üzərindədir. Hələ də gec də olsa fürsətləri var, nə bilim, 7 mərasiminə qədər plan buraxa bilərlər, amma mənim də ümidlərim çox azdır. İlham Əliyev hakimiyyəti çox cılızcasına bundan da, bu ağır gündən də qisas kimi istifadə eləmək istəyir. Amma bu çox təhlükəli davranışdır. Bu dəyərlər kimin bəyənib bəyənməməyindən asılı olmayaraq 1000 illərin sınağından keçib bu günlərə gəlibsə, deməli xalqın o dəmir yaddaşında, şuuraltısında onun möhkəm bir dəyəri var. Və o dəyərlərə qarşı çıxırsansa, bu gün ola bilər ki, cəmiyyət sənin üçün heç nə deyə bilməz, ona görə məzəmmət eləyə bilməz. Amma sənin o kürsün olmadığı vaxtda bunlar hamısı sənin üzünə çırpılacaq. Və talih də belə şeylərdə adam özün bilmədən möhkəm şəkildə belə deyək, cəzalandıra bilir. Bir məsələn də deyim, yekunlaşdırım Qənimət bəy. Məsələn, Heydər Əliyevin Xalq Cəbhəsi dövründə qardaşı vəfat eləmişdi. Həsən Əliyev. Həsən Əliyev qardaşı, deməli, cəbhə hakimiyyəti həm rəsmi ona başsağlığı vermişdi, həm də prezident Elçibəy daxil, İsa Qəmbər filan hamısı gedib yas mərasimində iştirak eləyiblər. Burasını biraz şübhəli deyirəm, bunu Pənah Hüseyn dəqiq bilir. Səhv eləmirəmsə, hətta təşrif olunub ki, yas mərasiminin təşkili ilə bağlı nəsə problemzad varsa, hökumət buna şey eləyə bilər, kömək göstərə bilər. Əli Kərimli sadəcə İlham Əliyev, bilirsiniz, bir onun atasının cəsədin, qəbrin, ruhun təhqir edən adamları ona görə xatırlatdım ki, İlham Əliyev üçün hakimiyyət çox dəhşətli dərəcədə müqəddəsdir, hakimiyyətin qorunması. O atasının təhqir edən adamları medalla təltif eləyib, ev eşik verib ona görə ki, o adamlar İlham Əliyev üçün təhlükə yaratmır. O adamlar İlham Əliyevin qılıncının altından keçib, ona biət eləyib. Əli Kərimlidə isə bu yoxdur. Əli Kərimli İlham Əliyev tərəfindən bir nömrəli rəqibi, düşməni, atasının da, özünün də, tayfasının da, kürsünün də düşməni kimi qəbul edilir. Onu özü üçün təhdid bilir. Bura qədərin də hətta normal qəbul eləmək olar, nə qədər çətin olsa da. Amma düşmənçiliyin də, ədavətin də, rəqabətin də bir ədəb-ərkan çərçivəsi var. Xüsusən ortada insan ölümü varsa, sən onsuz da bu adama ədalətsizlik, haqsızlıq eləyib, həbsdə saxlayırsan, uydurma bir cinayətlə ki, eyni ittihama verdiyin Ramiz Mehdiyev
villasında qalıb, orada nökər naibi ilə öz ömrün sürür. Əli Kərimli isə hətta imkan vermirsən atasının vidasında, vida mərasimində iştirak eləsin. Bu ictimai yaddaşdan çıxıb getməyəcək. Min cür nağıl uydursalar da, hekayə də yaratsalar, bu gün, bu əməl tarixə keçdi, siyasi tariximizin qara səhifəsinə keçdi. Əli Kərimli üçün bu bir əzab olacaq ki, atası ilə vidalaşa bilmədi, amma bu təkcə Əli Kərimlinin bəxtinə yazılan deyil ki, Qənimət bəy, sən də bunu yaşamısan. Zalim rejimlərdə, avtoritar rejimlərdə bax belə olur. İnsan, nə valideynlər öz valideyn borcunu yaxşı yetirə bilir, nə də övladlar övlad borcunu yerinə yetirə bilmir. Çünki onların hədəfləri, məqsədləri, missiyası məişət çərçivəsindən çıxır. Yəni Əli Kərimli də, digər siyasətçilər də bu zülm, diktatura şəraitində yaşayanları deyirəm. Normal ölkələrdə belə şey olmur. Türkiyə nümunəsini verdim. Onlar da öz məişətlərinə qapılıb qalsalar, onda heç işıq, ümid yeri də qalmaz. Belə şəraitlərdə, belə murdar rejimlərdə ona ehtiyac qalır ki, insan öz doğmalarının maraqlarını unudub, ictimai maraqlar, ölkə maraqları, daha çox insanın xoşbəxtliyi üçün çalışsın. Onda da belə ağır sınaqlardan keçmiş olur, dözməli olur. Burada bir məsələ var. Mən aydındır, mən İlham Əliyevin siyasi oponenti falan deyiləm. Rauf Mirqədirov da İlham Əliyevin siyasi oponenti deyildi. Siyasi oponentlər seriyasında qəbul olunan adamların arasında müqayisə aparsaq, həm Əli Kərimliyə bu düşmənçilik münasibətinin unikal olduğunu görə bilərik. Amma həm də o qədər də unikal deyil. Tofiq Yaqublu misalı var. Tofiq Yaqublu həbsdə deyildi, azadlıqdaydı. Bəli. Amma ölkədən çıxış icazəsi yox idi. O da uydurma bir cinayət işinə görə. Bəli, o da əlbəttə uydurma bir cinayət işi ilə şərti azadlıqdaydı. Ölkədən çıxış icazəsi yox idi. Ona atasının dəfn mərasiminə getməyə belə icazə vermədilər. Səhv eləmirəmsə, anası da vəfat elədi. Nə atasının, nə anasının dəfnində iştirak eləyə. Bəli, icazə vermədilər. Bu o demək ki, Əliyev üçün siyasi düşərgədə ona belə deyək də özü üçün müəyyənləşdirdiyi bir münasibətlər var ki, bunlar düşməndir, bunlar düşmən deyil. Bax, bu onun göstəricisidir. Mən bu Tofiq Yaqublu misalın mütləq çəkməli idim. Çünki bu negativ təcrübənin əsası da Tofiq Yaqubludan başlayır. Əli Kərimdə davam edir. Təxminən belə ayrı seçkilik qoymaq kimi də. Yəni, tamam, indi bu praktika nə zamansa açılıb, təxminən 15 il bundan əvvəl, biraz da artıq bu praktika yaranıb hər halda. Belə görünə bilərdi ki, Azərbaycan hökumətinin və şəxsən İlham Əliyevin davranışlarında bu yeni yaranmış ənənəyə xələl gətirən hansı hərəkətlər olmazdı. Amma Tofiq bəyə münasibətdə oldu. İndi Əli Kərimliyə münasibətdə oldu. O deməkdir ki, hər halda həm adamın şəxsi emosiyalarından yaranan bir məsələlərə bağlıdır, nöqtələrə bağlıdır. Bütün bu ənənələrin davam etdirilməsi və yaxud etdirilməməsi. Həm də bir daha sübut olunur ki, o qədər də qanunlarla tənzimlənən bir məsələ deyil. Sadəcə diktatordur da, mənim keyfim istəyir, belə filan kəsə münasibətdə belə seçirəm, bir başqasına münasibətdə belə seçirəm. Amma istənilən halda Qənimət bəy, bu ağlı başında olan, hətta siyasətə qarışmayan insanlar arasında rəğbət görməyən, İlham Əliyevə 0,1% da olsun, bir pozitiv gətirən hadisə deyil. Bax, mən TikTok səhifəmdə Qənimət bəy, Əli bəyin atasının dəfn mərasimin paylaşmışam dünən. Bax, bir dəqiqə indi mən statistikaya baxım. Deməli, 471 min insan izləyib Qənimət bəy, 471 min. Deməli, 1500-ə yaxın başsağlığı var burada, 1500-ə yaxın. Onların arasında mən cəmi 3 ya 2 negativ şərt gördüm ki, deyirlər ki, elə belə də olmalıdır. Yəni, mən oraya yazmışdım ki, Əli Kərimlini yas mərasiminə buraxmayın.
TikTok ona görə deyirəm ki, orada məsələn Facebookda paylaşımda da çox reaksiyalar var. Amma mənim Facebook dostlarım məni tanıyırlar. Mənə qədər mənə simpatiyası olan, mənim siyasi tərzimi bilən adamlar da, amma TikTok ümumiyyətlə Facebook daha interaktivdir də hər halda, TikTok yox. Xalqdır və məni də heç çoxu bilmir ki, mən kiməm, Əli Kərimliyə nə qədər yaxınam. Amma insanlar bunu qəbul eləyə bilmir. Bu davranışı bir igidlik kimi, qorxmaqlıq kimi və yaxud da rəqibin üzərində güc göstərmək kimi qəbul eləyə bilmir. Çünki dediyim kimi bizim arxetiplərimizdən üzübəri, nağıllarımızdan, nəğmələrimizdən, romanlarımızdan bütün bir xalqın keçmişi göstərir ki, bu halda insanı dəfn mərasiminə buraxmaq nə cömertlikdir, nə igidlikdir, nə qüvvətlidir. Bu qabalıqdır, cılızlıqdır və dediyim kimi tale, həyat, tarix belə şeyləri bağışlamır. Mütləq Əliyev ailəsi bu əməlinin cəzasını alacaq hansısa formada. Bəy, əslində bu təəccüblü olmayan bir şey var. O nədir? Azərbaycanın yaxşı ki, bu mental arxetip məsələlərinə toxundun. Düşmənçiliyin namərtcəsinə aparılması, vicdansızcasına aparılması ənənəsi 37-lərdə qoyulub. 37-lərə qədər, məsələn, hətta bu qaçaq hərəkatında zətdə da, o da düşmənçilik idi də, əlinə silah götürən bir dəstə adam idarə edicilərlə, məmurlarla, nə bilim, düşmən saydığı adamlarla haqq hesab çəkirdilər, açıq döyüşə girdilər, güllə ilə vurub öldürürdülər bir-birlərin. Qaçaq Kərəm əfsanələrindən, nağıllarından, hekayətlərindən biz nəyi görürük? Adam və yaxud da film də çəkiblər, gətirib gəlinin düşmənini evinə qoyur. Yəni, doğrudan düşmənçiliyin mərdliklə aparılması Qafqaz xarakterində var, Türk xarakterində də var. Amma məhz Azərbaycanda bunun namərdlik səviyyəsinə, vicdansızlıq səviyyəsinə keçirilməsinin genel olaraq əsası qoyulub 37-lərdə. Yəni adamı tutub ailə üzvlərini sındırmaq, nə bilim, belə də yəni uşaqlarını, həyat yoldaşını darmadağın eləmək, əzmək, öldürmək, sındırmaq, məhv eləmək. Bütün bunların hamısı 37-lərdə qoyulub və bu da təsadüfi deyil. Ki İlham Əliyevin əslində repressiyaları faktik olaraq 37 platformasında davam eləyir. Oradakı təcrübələrlə, oradakı əgər belə adlandırmaq mümkündürsə, dırnaq arası deyək, mental xüsusiyyətlərin üzərində davam etdirilir. 37-lərdə hansı vicdansızlıqlar əkilibsə, cücərdilibsə, indi Əliyev repressiyalarında həmin təcrübədən çox uğurla istifadə edilir. Özü yalnız siyasətçilərə qarşı deyil, bütün ölkə əhalisinə qarşı. Doğru. Qənimət bəy, mən 37 ilə tez-tez müqayisə olunur Əliyevin apardığı repressiyalar. Yəni, üz qabığına baxanda, bəli, ikisi də əzazil, ikisi də qəddar bir rejim xalqa qarşı. Amma mən, bəlkə də bəziləri təəccüblənəcək, 37-ci il repressiyaların bütün dəhşətlərinə, bütün qansızlıqlarına baxmayaraq, Əliyev rejiminin apardığı repressiyalardan ərdəmli sayıram, fəzilətli sayıram. Ona görə ki, o repressiyaların ideoloji, ciddi əsasları var idi. Kişilər öz aləmlərində kommunizm quracaq idilər və riyakarlıq da eləmirdilər, Qənimət bəy. Açıq qırmızı terror elan eləmişdilər və qolçomaq sinifin, kiçik burjuaziyanı onlar deyirdilər, yox eləməli. Yəni, demirdilər ki, bunlar da yaxşı adamlardır. Bunlar da biz baş-başa verib, tutaq ki, Axundla, Molla ilə, tacirlə biz kommunizmi quracaq. Onlar yox, deyirlər ki, bolşevizmin qələbəsi, kommunizmin qələbəsi keçmişin qalıqlarından həm də fiziki olaraq müdafiələşməlidir. Yəni, bu tip insanlar sıradan çıxarılmalıdır. Amma bugünkü, üstəlik o repressiyanı həyata keçirənlərin, Qənimət bəy, aralarında bəli, az gözləri də var idi, naxələf nakişləri də var idi.
Amma mütləq əksəriyyəti indiki kimi görməmiş korrupsioner deyil idi. İndi Stalindən lap başlarını götürək də. Nə Stalinin, nə Beriyanın, nə Mirzəfər Bağırovun ölümündən sonra tutaq ki, Virgin adalarında villaları, nə bilim ofisləri, milyonları filanı qalmadı. Onlar xəstəcəsinə bir ideoloji fanatiklər idi, ideyalarına inanırdı. Ona görə gözlərinə kəm görünən sinfi düşmənləri sıradan çıxardırdılar. Bəzilərinin öz kitablarına görə haqlı, bəziləri də qurunun oduna yaşlanırdı. Məsələn, kolxozda, savxozda kimin-kimdən xoşu gəlmirdi. Danos deyirdi ki, bunun dədəsi bəy olub, babası bəy olub. Onlar da gedirlər. Amma Əliyev rejimi bu repressiyalar nəyə görə aparır? Nə qurmaq istəyirlər? Azərbaycana hansı gələcək vəd ediblər? Onların görmək istədiyi Azərbaycan nədir ki, orada tutaq ki, Tofiq Yaqublu onlar üçün problemdir. Rüfət Səfərov, Əli Kərimli, bu 360-dan artıq siyasi məhbus və davamlanan siyahılar qəzetləri niyə görə bağlayırlar? Özü deyir ki, məsələn, Sovet Bolşevik nəzəriyyəsi deyirdi ki, mətbuat bütün incəsənət partiyaya xidmət eləməlidir. Partiya deyəndə Kommunist Partiyasına. Partiyanın da idealları bəllidir. İlham isə deyir ki, bizdə mətbuat azaddır, heç kim təqib olunmur, hamının fikir azadlığı var, toplaşmaq azadlığı var, amma onun paralelində gəlir adi etiraz eləyən, yəni mən Əli Kərimli kimi, Tofiq Yaqublu kimi, Azər Qasımlı və digər Talib Bağırzadə kimi siyasi məhbusları kənara qoyuram. Yəni adi bir də görürsən sosial məsələləri qaldıran əyalət fəalları olur, onları şərləyirlər, cibinə narkotik atırlar, öldürürlər, didərgin salırlar. Ona görə indiki rejim bütün o 37-nin eybəcərliyin daşması ilə bərabər Qənimət bəy çox cılız, çox keyfiyyətsiz, çox ikrah doğrandır. Amma bizə ümid verən də həm də bu tarixin dəmir qanununa uyğunluqlarıdır ki, necə o 37-nin memarlarının üzərində bugün lənət damğası var. Onlar lənətlənirlər, qınanırlar, tarixin qara səhifəsinə keçiblər. Eyni şey, eyni aqibət bu repressiyanı həyata keçirən MTM banda deyil və İlham Əliyevin ətrafında repressiya maşınının vintlərin yağlayanlar üçün də olacaqlar. Azərbaycan xalqı o xalq hərəkatından sonra keçmişlə hesablaşmağı, yəni mən belə samasudu demirəm, yaxşı mənada ictimai müzakirə eləməyə macal tapa bilmədi. Qarabağ müharibəsi, çevrilişlər filanlar. Amma öldürəm ki, yeni qurulan Azərbaycanda biz bu repressiya tariximizlə yaxşıca hesablaşacaq. Yaxşı filmlər çəkiləcək, yaxşı debatlar gedəcək, yaxşı tarixi əsərlər yazılacaq, sənədli materiallar ortaya qoyulacaq ki, xalq öz o qara keçmişindən yaxşı bir əyani vəsaitlər əldə edib dərs çıxarsın və bütün xalqların tarixində bu olub. Bu bizim yaşadığımız Fransada, Almaniyada da o keçmiş neqativ irs yaxşı öyrənilməlidir ki, onun təkrarlanma şansı bir də olmamasın. Və bunu biz yaşayacağıq, biz bunu görəcəyik. Nə İlham Əliyev, nə onun məmurları arxayın olmasın ki, belə gəlib, belə gedəcək, getməyəcək. Hə, doğru, o baxımdan yəni 37-lərin bir ideoloji əsas saya biləcəyimiz bəhanəsi vardı. Amma indi ideoloji qatı da bunların riyakarlıqdır. Çünki nə bilim yalandan təsdiq elədikləri, amma əslində də ayaqladıqları və təpiklədikləri, ayaq altına saldıqları dəyərləri güya müdafiə edirlər. Bəli. Yalan ideoloji kimlik göstərirlər və həmin o bəyan etdikləri, bunların yalandan bəyan etdikləri ideoloji siyasi dəyərlər uğrunda dirəniş göstərən, mübarizə aparan insanları da məhv edirlər. Onlardan düşmənçilik aparırlar. Yəni bu baxımdan 37-lərin daha səmimi dırnaq arasında olsa da əlbəttə tərəfin tapmaq, o barədə danışmaq olar. Ən azı öz kitablarına uyğun, o qəddar kitablarına uyğun hərəkət edirdilər, riyakarlıq eləmir. Adamlar diktatura qoymuşdular da, rəsmən proletariatın diktaturasıdır və onun uğrunda da biz kimi desən öldürəcəyik, atacağıq tankın altına, qatarların altına, sürgünlərə öldürəcəyik deyə bəyanatlar verirdilər. Onu da eləyirdilər. Amma bunlar axı bu yaramazlar azadlıq, nə bilim, mətbuat azadlığı falan kimi məsələlərdən danışırlar.
Amma o platformada olan adamlara qarşı da namərtcəsinə, vicdansızcasına, alçaqcasına repressiya aparırlar. Bu azadlıqlardan söz düşmüşkən çox qəribə bir yeni tendensiya başlayıb. Bunun əsasən biz bir sayt redaktorunun bəyanatından, açıqlamasından gördük ki, başımı buraxıb gedirəm Türkiyəyə falan. Hər halda belə xəbər yayıldı Eynullah Fəxrullayevlə bağlı. Sayt kimə verildi, verilmədi bilmirəm. Bəziləri yarı zarafat, yarı ciddi belə bir versiya atdılar ortalığa ki, Alyona xanıma verilir. Amma məsələ o deyil, yəni kimə veriləcəyi söz deyil. Belə görünür ki, o istəniyi, yəni özlərinin nəzarəti altında olan, saxladıqları cib və yaxud paket mətbuatı adlandıra biləcəyimiz o sektoru da yavaş-yavaş məhdudlaşdırırlar, qapadırlar. Çünki məndə olan məlumata görə dəqiq hələ ad çəkməyim, çünki bəzi təfərrüatları məlum deyil. Əvvəlcə müxalifət mövqeyində olan, sonra 180 dərəcə dəyişərək həmin bu İlham Əliyevin platformasına özünü dörtə bilmiş böyük saytlardan birinin də rəhbərini Türkiyəyə göndəriblər ki, sən buralarda olma, bu sayta da baxacağıq, ya başqasına verəcəyik, ya da ümumiyyətlə qapadacağıq. Mən bilirsən, nəyi xatırlayıram, Natiq bəy, mən bir neçə dəfə bu məsələ barədə danışmışam ki, elə bu YouTube kanalında müxtəlif müzakirələrdə və yaxud da özümün hansısa xırda video müraciətlərimdə ki, bu Əliyev rejimi cib müxalifətinin müxtəlif konfigurasiyalarını düzəldib qutarandan sonra keçəcək media sahəsinə və orada xoşuna gəlməyən və yaxud da artıq saydığı, israfçılıq kimi qiymətləndirə biləcəyi, bildiyi hansısa saytları başlayacaq qəzetləri budamağa. İndi Azərbaycanda mən bilmirəm açığı gündə nə qədər qəzet satılır. Əgər crossword qəzetlərin qırağa tullasaq, məndə olan ümumi məlumata bənzəyən qənaət var ki, bütün ölkə üzrə gündə təxminən 1000-1500 ədəd qəzet satılır. Əgər crosswordu təbii qırağa qoysaq, bütün ölkədə, yəni cəmi 10 milyonluq ölkədə, Bakı şəhəri və bütün rayonlar daxil 1000-1500 nüsxə müxtəlif adlarda qəzet satılır. Crossword bəlkə daha çox satılır. Amma indi bilmirəm, açığı Azərbaycanda crossword nə qədər yayğındır. Mən bilirəm ki, o vaxtlar həbsxanalarda yayğın idi. Orada crossword ambarları var həbsxanalarda. Vaxt öldürmək üçün. Gedib götürürlər dustaqlar, onu yazırlar. Hamısı da gün ərzində hamısı bir-birindən soruşur. Nə bilim mən 5 hərfli, 3-cü hərfi B, 4-cü hərfi İ nədir? Belə şeylər. Gözən bütün zon dəli olub sanki. Hamı bir-birindən soruşur və heç kim onu götürüb tək axırından çıxmır. Kollektiv əmək qoyulur. Crosswordun həlli üçün kollektiv əmək qoyulur. Bir də gözən bir dustaq əlində bir crossword barakları dolanır. Ki, burada ilişmişəm, belə bir 7 hərfli söz var. Nə bilim, plan hərfi plandı, plan hərfi plandı. Hamıdan bir soruşur. Özümüz onda olanda bezmişim o suallara cavab verməkdən. Onlar da çox çətin suallar deyildi, yəni. Amma indi zon əhlidə özünə görə onların da başqa həyat prinsipləri var. Hərənin bir cür mütaliə səviyyəsi var. İndi ona görə crossword qəzetlərini çıxıram. Onların satışından planından xəbərim yoxdur. Bilmirəm, türmələrdə nə qədər tələblər sırasına daxildir. Amma belə adi qəzetlər, xəbər, yorum qəzetləri güya, belə adlandırmaq mümkündürsə, ölkə ərazisində 1000-1500 nüsxə satılır bir gün ərzində. Bu dəhşətli bir göstəricidir. Əslində saytlara baxanda da onu bilmək olur. Çünki saytlarda da bəzilərində sayğaclar falanlar var. Görürsən ki, hökumətin maliyyə yardımı əsirgəmədən bəslədiyi ta 90-cı illərdən üzübəri fəaliyyətini güya davam etdirən saytlarda yazılara baxırsan ki, sərt iti başlıqlarla, kəskin başlıqlarla yazılıb 8 nəfər, 9 nəfər, 7 nəfər oxuyur. O da yəqin ki, özləri oxuyur. Çünki heç kimə lazım deyil. İndi belə bir hər halda yeni praktika yaranıb. Bunun hara qədər gedəcəyi də mənim üçün maraqlıdır. Qənimət bəy, bu kitabdan maraqlı bir şey axtarırdım, tapa bilmədim. Sənin dediyə çox yaxşı bir yekun olardı, eybi yox. Demək, vəziyyət mənim üçün maraqlı, ironik olan nədir? Bu saytlar ki, qəzetlər ki var, part-apart bağlanır, bəzilərinə də artıq çoxdan bağlayıblar. Birincisi, bunun
səbəbinə sən də toxundun. Onlar tamamilə faydasız bir hala çeviriblər. Hökumət üçün ağır yükdür. Bilirsiniz ki, dövlətimiz ciddi maliyyə problemləri yaşayır, neftin, qazın qiyməti düşür, xərclər artıb, Qarabağda Neftin işlər. qiyməti yenə düşür müharibədən sonra. Ümumiyyətlə bizim istehsal azalıb, İstehsal azala gedir. İndi bir fürsət düşdü bu müharibəyə zada görə. Amma bununla belə deyək. Maraqlıdır bəy, Azərbaycan neftinin istehsalı, yəni Azərbaycanın istehsal etdiyi neftin həcmi, kütləsi azaldıqca İlham Əliyevin müştəri vədləri genişlənir, çoxalır. Növt azalır, amma bu da sağa sola bütün dünya ölkələrinə vəd edir ki, mən sizin qazla eləyir, amma qazımız da o qədər deyil də bəy, yəni neftlə qaz o qədər deyil. Çox azdır. Fürsətdir də bu İran müharibəsi, Rusiya müharibəsi biraz alıcılar çoxalıb, amma ümumi ölkəyə gələn neft qaz dollarları azalıb, kəskin şəkildə azalıb. Xərclər də artıb, Qənimət bəy. Azərbaycanda bu adi corab istehsal olunmursa, biz xaricdən alırıqsa və xaricdə də təbii olaraq qiymətlər təbii formada artır. Yəni bizdəki kimi yox. İldən ilə qiymətlər bu iqtisadiyyatın güclənməsi, genişlənməsi üçün də şərtdir ki, yüngül bir inflyasiya olmalıdır. Hər şeyi biz dollarla, evro ilə aldığımıza görə xərclər, o pullar istifadə olunur. Plus da müəyyən işlər var. Böyük dövlət aparatının, korrupsiya aparatının saxlanması üçün vəsaitə ehtiyac var. Belə bir halda gəmidən ilk lazımsız yükləri atmaq lazım olur da gəmi batanda. Bu da nə oldu? O konvertlə işləyən məmur qisminin bir hissəsi ixtisar olundu. Pensiyalara əl gəzdirdilər. Partiyalara əl gəzdirdilər. 50 neçə partiyanı formal da olsa var idilər də, nə bilim. Puldan paradan verirdilər dolayısı yolla. Onları sıradan çıxartdılar. Qəzetlərin, saytların da növbəsi təbii olaraq yetişdi. Yəni İlham Əliyevin, Azərbaycan hakimiyyətinin indi o oxunmayan qəzetləri, saytları saxlaması təəccüblü olardı. Nəinki onları ləğv eləməsi. Nəyə görə? Mən sözümün əvvəlində dedim, niyə görə mən ironik yanaşıram bu qəzetlərin, saytların bağlanmasına. Bu satqın mətbuatın təmsilçiləri, Qənimət bəy, biz mitinq eləyəndə, aksiyalar eləyəndə onların dilinə saqqız kimi düşən, ağızlarına saqqız kimi düşən bir şey var idi ki. Müxalifət, tutaq ki, filan kəsin toyuna müxalifətin mitinqindən çox adam gəlir. Müxalifətin Milli Şuranın mitinqində, filan kəsin konsertindəkindən az adam var. Bu bəsit, primitiv, amma virus kimi yayılan bir fikir idi də. Çünki, hörmətli tamaşaçılar, dünyanın hər yerində toya, maraq, ucuz mövzulara, sarı mətbuat mövzularına maraq ciddi mövzulardan azdır da. Öz təcrübəmizdən görək, öz həyatımızdan. Əlifba kitabını çox adam oxuyur, yoxsa cəbr və analizin başlanğıcın, əlbəttə ki, cəbr və analizin başlanğıcı çox çətindir. Amma yaşamaq üçün, inkişaf eləmək üçün onsuz mümkün deyil də, əlifba ilə hara qədər gedə bilərsən. Eləcə də məsələn o yüngül ritmli mahnıları çox adam bilir, amma tutaq ki, opera, orkestra bu çox adamın zövqündə deyil. Amma yəni ora gətirirəm ki, çoxluq, azlıq bu hələ şərti məsələdir. Halbuki bu mitinqlərə də Azərbaycan şəraitində 10 min, 12 min, 20 min adamın gəlməsi cəsarət nümunəsi idi. Əlbəttə. Şimali Koreyada o yoxdur. Türkmənistanda o yoxdur. Özbəkistanda o yoxdur. Əfqanistanda o yoxdur. Ki, bu ölkələrin düşmənçiliyim yoxdur o ölkələrə. Sadəcə beynəlxalq hesabatlarda Azərbaycan o ölkələrdən eyni səviyyədədir insan hüquq və azadlıqları ilə qəddar rəftara görə. İndi, Qənimət bəy, o bizə təni eləyən jurnalistlərin, nə saytların, nə qəzetlərin toydakı nə bilim konsertdəki insanlar qədər yox, adi belə xınayaxtı mərasiminə xınayaxtı mərasimində iştirak eləyəcək insanın sayı qədər adamlar oxumur. Şahvələt Çobanoğlu bir də yaxşı bir söz demişdi, deyirdi ki, indi 10 il bundan əvvəl demişdi, deyirdi ki, Zərdabinin vaxtında qəzet gedən kəndlərə 21-ci əsrdə qəzet getmir. Yəni 150 il bundan əvvəl
Əkinçi qəzetinin getdiyi kəndlərə Azərbaycan hökuməti elə şərait yaradıb ki, yayım siyasəti ilə, mətbuatı gözdən salmaqla, əngəllər yaratmaqla kəndlər 10 il bundan əvvəldən qəzetlərdən məhrum olub. Halbuki biz o ölkəyi ki, geridə qalmış adını çəkmədiyim ölkələr deyilik. Azərbaycanın bütün kəndlərində poçt sistemi olub, uzun illər ənənə qəzetin oxunulmasından asılı olmayaraq, kəndlərdə belə insanlar müxtəlif qəzetlərə, bəziləri zorla, bəzi xoşla abunə olublar jurnallara, qəzetlərə, məktub yazıblar, oxuyublar. Bu ənənənin belini İlham Əliyev avtoritar sistemi ilə qırdı və çox təəssüf ki, bu qəddar əməliyyatda öz qələmini, vicdanını pula satan jurnalistlər bizim həmkarlarımız da iştirak etdilər. Onlar elə bildi ki, İlham Əliyevin yanına keçməklə, onun sığalını qazanmaqla əbədi bir saadət qazanacaqlar. Sürət pulu mənbəyi qazanacaqlar. Amma həm öz peşə ləyaqətlərini itirdilər, həm hörmətlərini, nüfuzlarını itirdilər. İndi ad çəkmədən oxucular, tamaşaçılar da bilir ki, vaxtı ilə, qələmi ilə Azərbaycan da belə deyək, publisist təlatüm yaradan adamların indi adı, hətta şəkli sosial şəbəkələrdə gedəndə onların altına qat-baqat hədyanlar yayılır. O adamlar əslində daha peşəkarlaşıblar, dünya görüşləri artıb, oxuduğu kitablar artıb, təcrübələr artıb. Amma məhz mövqelərin dəyişdiklərinə görə yox, satdıqlarına görə, Bəli. öz sınaq yoldaşlarına xəyanət elədiyinə görə və özləri gedə bilmədiyi yolu davam elətdirən adamlara badalaq atdıqlarına görə indi o adamlar söyüş, təhqir, aşağılama ünvanı olublar və bu gün də İlham Əliyev baxır ki, sənin mənim bildiyim kimi, görür ki, qardaş, mən buna yalandan ayda 10 min, 20 min pul nə verirəm? Halbuki bunun sözün 10 nəfər oxuyur. Onu elə mənim Vilayət Eyvazovun polis serjantları onların gördüyü işi görür də. Deyirlər ki, onlar daha yaxşı inandırır. Onlar məsələn hətta ürəklə işləyirlər ki, maaş aldı buna görə. Üstlərinə qışqıran da olur. Yəni jurnalistin üstünə qışqırmaq hətta satılmışın biraz çətindir də. Uzaqbaş pulun kəsəm. Amma serjant da deyir ki, bu gün sənin döyüş tapşırığın budur. Get ki, 10 dənə Qənimət Zahidin, Əli Kərimlinin, Tofiq Yaqubunun, digərin əleyhinə status yaz və yaxud da şərh yaz, onlar da yazır. Yəni onlar öz faciələrin özləri qazanıblar və bu da çox gözlənilən idi. Onlara bir sıra YouTube kanalları var ki, onların nəyin kəsiblər, qanararın. O da mənə bəzi adlar məlumdur, sadəcə olaraq demək istəmirəm. Hər halda bizim çalışırıq peşəkarlıq, peşə etikası dediyimiz anlayışlara bir. Yəni Qənimət bəy, əslində İlham Əliyev bunu demokratiya falan xatirinə eləsəydi, həqiqətən alqışlanası addım olardı. Amma indi onun da öz marağı var da, o troll mətbuatın sıradan çıxardır. O həqiqətən mənasız, məzmunsuz saxtalığın belə zirvəyə vurduğu bir səviyyədir Azərbaycan mətbuat. Bir dənə icazənlə nümunə deyim. Dünənləri İlham Əliyev gedib Zəngilana, orada sakinlərlə görüşdə ev paylayıb, ev açarını verib. Bunu bilirsiniz də, hörmətli tamaşaçılar. Dünyanın, bunu bir dəfə indi dövlət başçısı eləyə bilər. İlham Əliyev zalimdir, qəddardır, antidemokratdır, qeyri-legitim prezidentdir. Amma bununla belə göz yummaq olar, hətta başa düşülən olmaq olar ki, hər rayonda bir dəfə gedər, simvolik açar təqdim eləyər, nə bilim, parkın açılışını da eləyər bir dəfə. Amma bu hər dəfə gedir, bir dənə kənddə bir açılış olur, ona özü qaça-qaça aparır, açar verir. Bu bələdiyyə eləməlidir, icra başçısı eləməlidir, tikinti müəssisəsinin rəhbər eləməlidir, amma deyir, yox, mən olmalıyam, hamısında mən. Nəsə, həmin səhnədə Qənimət bəy bir şəhidimizin atasına da açar təqdim eləyir və onunla sual-cavab eləyir ki, kimdir oğlun, harada vəfat eləyib. O ata da, zavallı ata da bir kəlmə deyir, sonra özün pis eləyir. Deyir ki, icazə verin, mən özüm pis eləyirəm. Buradan çıxın, məclisi tərk eləyim. İlham Əliyev də deyir ki, yaxşı, çıx git və bir nəfərə deyir ki, bunu müşahidə eləyim. Adi bir hadisədə, yəni adam özün pis eləyib, xahiş eləyir ki, ya övladı yadına düşüb, ya indi dövlət başçısı ilə danışanda hisslərin cilovlaya bilməyib. Normal insan icazə istəyib ki, mən çıxım. İlham Əliyev də deyib çıxım. Qənimət bəy, dünəndən bəri bu troll mətbuatı bu adi hadisəyə
siz görəsiz necə məqalələr həsr edir. Heç demə, bu addımı ilə İlham Əliyev şəhidlərə, vətənə məhəbbətin necə olduğunu göstərib. Bu əsl dövlətçilik hadisəsidir. Yekə-yekə ağlı başında arvad, uşaq, nəvə sahibi olan QHT sahiblərindən, QHT rəhbərlərindən, dırnaqarası siyasətçilərdən bu hadisəyə açıqlama alıb yayıblar ki, siz necə qiymətləndirirsiniz? İlham Əliyevin, onlar da deyir ki, mən bu kadrlara dönə-dönə baxdım. İlham Əliyevin orada xüsusi göstəriş verməsi. Bilirsiniz bu necə hadisədir? Qardaş, nə? Siz bizi dolayıbsınız, yoxsa özünüz elə təbiyyətən, genetik bu qədər debilsiniz. Burada hansı xüsusi göstərişdən söhbət gedir? İlham Əliyev orada başqa nə göstəriş verə biləcəkdir? Yəni İlham olmasın, Qəfər oğlu Qəfər olsun. Deyəcəkdi ki, yox əşi, şəhid atası, cəhənnəmə özü pis eləyirsən, otur burada görək. Yoxsa şapalağın altına salmağın gözləyirdiniz ki, sən nə ixtiyarla burada özü itirirsən. İlham Əliyev xüsusi göstəriş verməklə şəhid, vətən uğrunda canın keçən insanlara xüsusi nümunə yaradılmış ki, şəhid atasına deyib ki, hə, yaxşı, çıx get, bir nəfərə deyib ki, bunun qoluna gir, yıxılmasın. Yəni, bu cür mətbuat, özünə hörmət eləməyən bu cür mətbuata Azərbaycan oxucusu niyə görə vaxt ayırmalıdır, niyə görə qiymət verməlidir, onu oxumalıdır. O işi, dediyim kimi, Vilayət Eyvazovun serjantları çox səliqəli, operativ və məhsuldar şəkildə həyata keçirir. Ona görə dərin hüzündən o adını çəkmək istəmədiyim sayta da baş sağlığı verirəm, o getsinlər. Bəy, o həmin o yaltaqlıq yarışçı var, xatırlatdın indi. Onun anlamı nədir? Tərsi daha doğru olardı kimi insanların qənaəti var. Ki doğrudan adamların daşlaşmış qənaəti var ki, İlham Əliyev tipində adam, mən özümü pis hiss edirəm, icazə verin gedim müraciətini eləyən adama otur burada yanımda deməliydi. Ola bilməz axı, İlham vəhşidir. Adam o niyə desin ki, hə yaxşı gedin, get, hələ bunu ötürsün də ki, bu nəsə belə anormal bir şeydir. Hamıya anormal gəlir. Hamı o anormal rakursdan İlham Əliyevi qəbul eləyir və yaxud İlham Əliyevin normal obrazının o tərsinə ola biləcəyini düşünürlər. Bu yaltaqlıq yarışına qoşulan adamlar ki var, mən inanıram ki, onların bəzilərinə göstəriş veriblər, çıxıb onu vəsf edə, bəziləri də səmimi şəkildə bu kampaniyaya özlərini atıblar. O adamların beynində, düşüncəsində, təsəvvürlərindəki İlham Əliyev həmin özünü pis hiss eləyən şəhid atasını orada cəzalandırmalıydı. Orada cəzalandırmalı olan İlham Əliyev onların qafasını məşğul eləyib, tutub, yoxsa necə ola bilər ki, yəni, bu desin, gözlənilməz bir şeydir. Yəni. Mən özümü pis deyirəm, hə, buyur get. İlham Əliyev orada qəddar sinif müəllimi kimi özünü aparmalıydı. Otur yerində, dərs varanda gedərsən kimi. Təxminən belə. Mən də orada ona başqa izah tapamıram. Mən çox %100 belə. Tamaşaçıları dəvət eləyirəm. Onlar elə bilər ki, Natiq Qənməz Zahid bunu bəziyir, düzür. Girin hörmət tamaşaçılar, bax o mövzuya həsr edilən məqalələri oxuyun. Yəni burada nə hadisə baş verir? Biz qeyri-adi burada nə var? Bilmirəm 21-ci əsrdə internetin bu vulkan vurduğu, gözümüzün qabağında dövlət başçıları ilə vətəndaşların, jurnalistlərin hansı formada davrandığını gördüyümüz dünyada bu hadisə nə qədər qeyri-adi bir şeydir ki, bunu şəhid atasının özün pis etdiyinə görə dövlət başçısının hə get bir nəfərə deyir ki, bunu müşahidə elə. Bunu qeyri-adi hadisə kimi cəmiyyətə təqdim edirlər və utanmadan şəhid mövzusunu, qazi mövzusunu istismar edirlər. Bir neçə gün keçib gözünü itirən, kör olan, kəskin şəkildə deyirəm ki, bəlkə o vicdanı kör olanlara təsir göstərə bilər. Gözləri kör olmuş Qarabağda Hacı Vəliyevi pərləyərək Azərbaycan məhkəməsi 2 il yarım azadlıqdan məhrum edib. Bu hadisədə İlham Əliyevin qazilərə, şəhidlərə, döyüşçülərə diqqəti. Tofiq Yaqublu özü Qarabağda döyüşmüş insan, qazi, övladı orada döyüşmüş insanı Əliyev artıq özü də yadından çıxardıb ki, neçənci dəfədir şərləyib həbsə atır.
bir ay bundan əvvəl bir qazimiz yenidən özünü öldürdü. Artıq sayını itirmişik ki, neçənci qazimiz özünü öldürdü. İçinəsinə bıçaq soxub özünü öldürən Və qazi var. onu deyirəm, bəli, onu deyirəm. Bu şəhid atasının Və bu bir anın ilə içərisində məmnun olmuyor. eləməz. Girin o adam nalə çəkib öz Facebook səhifəsində. Aylarla görünür ki, bu adam ölümə doğru gedir. Car çəkir ki, mənim problemlərimlə maraqlanın, dərmanlarımla maraqlanın. Biz odu söndürüb külünlə oynayırıq. Qazilərin, vətəndaşların, uşaqların, qocaların min bir problemi qalıb ortada ki, onları İlham Əliyev dövlət həll eləməlidir. Kiçik detal tapırıq ki, İlham Əliyev pişiyin başın belə mərhəmətlə tumarladı. Nə bilim, pencəyin soyunub rubaşqa ilə gəzdi. Plan pozada şəkil verdi. Bu ucuz mövzularla biz günümüzü keçirdə bilərik. Bəli, o TikTok'un Reels videolar kimi o bizə maraqlı gələ bilər. Amma nəzərə almalıyıq ki, bu bizim vaxtımızı yeyəcək. Ciddi problemlərimizin həllində zərrə qədər rol oynamayacaq. Mətbuatın o indi bağlanılan, əlindən alınan saytlar var ya, hökumətin bir zamanlar müxalif olduğum. Mən bəli sevinirəm o yalancı mətbuat, amma ümumilikdə biz düşünməliyik ki, mətbuatı olmayan ölkə nə deməkdir? Mətbuatı, jurnalisti, müxalifəti susturulan ölkə qəbrəstanlıq deməkdir. Yəni orada artıq İlham Əliyev hamının başını əzməyi özü üçün münbit şərait yaradır ki, yəni mən əzəcəm, onsuz da əzir. Amma heç kim çığır bağır salmayacaq, heç kim səsini çıxartmayacaq, uğurlayacam, yeyəcəm, keyfim istəyəni eləyəcəm. Ki zaten bunu edir, amma istəyir ki, ortada olan 5-10 nəfər ki, qurumlar qalıb, onlar da qalmasın. Biz hamımız buna etiraz eləməliyik. Biz bilməliyik ki, azad mətbuatı, müxalifəti, qeyri-hökumət təşkilatı, müxalif siyasi partiyası olmayan cəmiyyətin gələcəyi yoxdur. Yaxın şərqdə bir neçə dövlət bizim adlarını çəkmirəm. Tipik nümunəmiz də orada da dövlət başçıları özlərinin dəmir yumruq obrazını yaratmışdılar. Heyvərə kimi cəmaatın başına qışqırırdılar. Mətbuat qoymamışdılar qala. Siyasi partiya qoymamışdılar qala. Kütləvi toplaşma azadlığını ləğv eləmişdilər. Bütün günü özlərinə tərif yağdırdılar. İndi o ölkələrdə hansı vəziyyətdir? Görürsünüz, orada siyasətə qatışanlar da Allah mənim ömrümdən kəsib o rəhbərin ömrünə kəsən deyən adamların da həyatları cəhənnəmə döndü. Məhv oldu. Dünya tarixinin sınaqdan keçmiş nümunələri var. Biz öz ölkəmizi, cəmiyyətimizi firavan gündə görmək istəyiriksə, oğruya oğru deyən adamı günahlandırmamalıyıq. Onu günahlandıranları, onları həbsxanaya atanları qınamalıyıq ki, bu adam həqiqəti deyir. Doğrunu yazan, ona görə həyatını riskə qoyub mübarizə aparan adamların yanında dayanmalıyıq, müdafiə eləməliyik. Əksinə, o hökumətdən qidalanıb, onları alçaldan, etibarsızlaşdıran adamlara qoşulub, onları bəyənməməliyik. Əks halda özümüzə səngər qazmış oluruq. Səngər də yox, quyu qazmış oluruq. Bəy, bu medianın, yəni Əliyevin əlində salamat saxlanıldığını güman eləyən media düşərgəsinin qapadılması əlbəttə ziddiyyətli məsələ kimi qiymətləndirilə bilər. Təbii, məntiqi proses kimi də qiymətləndirilə bilər. Öncə azad mətbuatı məhv eləyəndən sonra güya hansı alternativləri saxlamaq, ondan sonra da baxmaq ki, ümumiyyətlə bu alternativlər güya mənim nəyimə lazımdır ki, bayaqda qeyd elədiyimiz kimi ki, bir polis ondan daha çox insanları inandıra bilirsə, buna nə ehtiyacı var düşüncəsi ilə qərarlar vermək doğrudan doğruya həm də onu sübut eləyir ki, İlham Əliyev nədir bu? Berdi Muhammed obrazında təcəlla eləmək istəyir özünü. Kimçinin ona qədər gedib çıxacaq yoxsa yox bilmirəm. Burada nəzəri baxımdan da özün doğruldan bəzi nəticələr var, örnəklər var yəni. Söhbətim, ta ki bir rejim özünü nə qədər çox təcrid eləyirsə, o qədər çox uzun ömürlü olur. O qədər çox bundan gözləntilər olmur və o qədər çox bundan heç kimin işi olmur. Mən iki nümunəni deyim də, biri Kim Chen In'dir, doğrudan da özün tam təcrid eləyib,
girib bunkerinə, faktiki olaraq bütün bir ölkəni soxub bunkerə. Heç kimin ondan işi yoxdur. Hamı da fikirləşir ki, bu cəhənnəm olsun, onunla uğraşmağın mənası yoxdur. Və yaxud Türkmənistan modeli var. O qardaş da ölkəyə giriş-çıxışı tamamilə məhdudlaşdırıb, geri gəlmişkən elə Əliyev də o yolda çox uğurlu addımlar atır. Təcrid eləyib özün. Heç bir təmənnası, gözləntiləri də yoxdur heç kimdən və heç kimə də heç bir umacağı yoxdur kimi davranır. Ona görə də Əliyev də düşünə bilər ki, mən də özümü təcrid eləyim. Çəkinim, öz qılafımın içinə girim və uzun ömürlüyün iksirlərindən biri də budur deyə düşünə bilərəm. Yəni, mən bu baxımdan hesab edirəm ki, Əli Əsədovun hər 3 aydan bir işlədilərək bir sərəncam imzalaması keyfiyyətində istifadə olunması məncə həmin o strateji məqsədin və niyyətin bir göstəricisidir. Yoxsa Əli Əsədov nəyə lazımdır ki? Cəmaatın lənətin üzərinə yığmaqdan başqa bir iş görmür o və Coviddən bir neçə bəhrələnən və yaxud da adın Covidə görə tarixə yazdıran adam oldusa, biri də Əli Əsədov oldu. 3 aydan bir, 4 aydan bir bu pandemiyanın uzadılması ilə bağlı göstəriş verir də. Qənimət bəy, mən bilmirəm nə qədər yerinə düşəcək, düşməyəcək. Çünki mən hər dəfə bu sərhədlərlə bağlı çıxış eləyəndə görürəm ki, insanlar bu mövzuya həssasdırlar. Sərhədlərimizin hələ də quru sərhədlərimizin bağlı saxlanılmasın, lənətləyirlər. Məndən də izah soruşmaq istəyirlər ki, belə ağıllı danışsan, bunu niyə bağlayıblar, niyə saxlayırlar? Mən deyirəm ki, qardaşlar, mənə səbəb maraqlı deyil. İndi Qənimət bəy bir səbəbini dedi, mən də bölüşürəm. Amma mən bunu oxşadıram o şeyə ki, məsələn, gözümüzün qabağında bir dənə heyvərə salıb tutaq ki, bir uşağı çomağın altına döyür. O anda sənin vəzifən nədir? Durub onu sorğu-sual eləməli deyirsən ki, ay qardaş, niyə öldürürsən? Birinci biz onu çomağı əlindən almalıyıq, uşağı xilas eləməliyik də. Ondan sonra araşdırarıq ki, niyə öldürürsən, niyə döyürdün, polisə verək, verməyək. Səbəbi sonra araşdırırıq. Birinci, bu böhran vəziyyətini aradan qaldırmaq lazımdır. Ondan sonra araşdırmaya keçmək, sual vermək olar. Mən də böhran dediyim bu analoji halda böhranı onda görürəm ki, bu gün qardaşlar, biz saatlarla, artıq illərlə müzakirə edirik ki, niyə bağlayıb, marağı nədir? Marağı cərə olsun, cəhənnəmə olsun. Biz deməliyik ki, bu sərhədi aç. Bu daşı tök ətəyindən sərhədi aç. Səbəb nədir, nə deyil? Cəhənnəmə olsun. Sonra araşdırırlar. Faktiki olaraq bu, insanların hüquqların kobud şəkildə pozmaqdır. Mənim yadımdadır ki, Qənimət bəy, bu Covid təzə başlayan vaxtda ki, İlham Əliyev ondan həm korrupsiya kimi çox istifadə elədi. Pandemiya, bilirsiniz də, tədbirləri adı altında xeyli büdcə vəsaiti basıb yedilər. Eyni zamanda elə Azərbaycan dünyada nadir dövlətlərdən oldu ki, pandemiya tədbirlərin, ictimai səhiyyə tədbirlərin öz cılı siyasi maraqları üçün istifadə elədi. Nə qədər onda müxalifətçilər, Xalq Cəbhəsinin üzvlərin şərləyib Covid yaymaq, nə bilim, pandemiya qaydalarını pozmaq adı ilə həbs elədilər. Yəni bu dünyada ikinci belə dövləti xatırlaya bilmirəm, bəlkə də var. Yadımdadır ki, o vaxtı Helsinki komissiyasının rəhbərliyi bəyanat vermişdi ki, Covidin, pandemiyanın ilk yaranan vaxtında Azərbaycan hakimiyyəti pandemiya tədbirlərin öz siyasi motivli repressiyalarına alət etməməlidir. İşin başından bunlar Covid-19 virusu ilə müttəfiqlik eləyirlər Azərbaycan xalqın əzməkdən ötürü. O zaman Azərbaycanın siyasətə qarışmayan insanları cəbhəçilərin Covid pandemiya qaydaların bəhanə edib şərlərinə tutulmasına laqeyd yanaşırdılar. Amma bax, tarix bir də göstərir. Mən xoşlamıram bu söz deməyə ki, bax görürsünüz, biz falan vaxt demişdik. Demişdik, eşitməmsinizsə elə bil ki, deməmişik. Amma bir daha xatırladım ki, siyasətçilər, siyasi müxaliflər birinci cərgədir. Onların başına gətirilənlər bilin ki, sabah birisi gün sizin başınıza gətiriləcək. Çünki birinci o sədd qırılmalıdır ki, sadə insanlara da çatsın. Pandemiya tədbirlərin siyasi repressiya alət elədi birinci müxalifətə qarşı.
artıq 6 ildir ki xalqa qarşı tətbiq olunur bu. Əslafcasına, heç bir hüquqi əsası, nə bilim, heç bir əsası olmayan, sadəcə öz siyasi maraqları üçün, iqtisadi maraqları üçün bunu istifadə edir və bizim də bu çıxışlarımızın altına o sözlərin yazılması çox yaxşı. Yenə şərh yazın. Tələb eləyin ki, sərhədlər açılsın. Amma siz hörmətli tamaşaçılar, siz özünüz də bir yayımçısınız. Sizin özünüzün də hamınızın Facebooku var, Instagram var, TikToku var. Qoy siyasiləşməmiş, Qənimət Zahid kimi, Natiq Ədilov kimi siyasiləşməmiş, siyasi ambisiyası olmamış bir insan aranızdan çıxsın, canlı yayım açsın, sərhədlər açılsın. 10.000 adam da girsin o canlı yayıma qoşulsun. Və yazın ki, siyasi marağımız yoxdur. Biz hakimiyyətə də gəlmək istəmirik. Əli Əsədovu da dünyanın ən ağıllı, ən müdrik baş naziri sayırıq, amma aç bu sərhədi. Bu tələblər olunmalıdır. Bu bəyanatları, bu mövqeləri hər gün Azərbaycan hakimiyyəti görməlidir. Necə o boynuyoğun Əli Əsədov utanmadan, qızarmadan, abırhaya eləmədən 4 aydan bir o sərəncamı yazır. Yazır ki, pandemiya tədbirlərinin təhlükəsini nəzərə alaraq uzadırıq. Xüsusi karantin rejimini iyulun 1-nə qədər uzadırıq. Bu qırmızı yalanı deməyə utanmırsa, təkrarlamağa utanmırsa, biz niyə görə halal haqqımızı tələb etməyi, quru sərhədləri mövzusunda çəkinməliyik? Baxın, bax bu Qənimət bəy, benzinin yanacağın qiymətinin qalxması ilə əlaqədar olaraq Avropa ölkələrində də yanacaq qiyməti qalxdı. Mən indi Fransa təcrübəsini deyirəm, dostlar, o bir ölkələr, ümumi Avropa haqqında danışmaq istəmirəm. Burada da müəyyən qədər qiymətlər qalxdı. Yəni heç bir ay olmamış 10-cu günündə bütün millət qalxdı ayağa, iş adamları falan. Artıq ki, yəni belə yaşamaq olmaz. Halbuki Fransada Siyavuş müəllimin tədbiri ilə desək, bir vedrə də neft qaz çıxmır, bir vedrə. Oradan buradan. Bunlar məcburdular ki, oradan buradan alsınlar. O da bazar, yəni hökumət də burada çıxıb deyə bilərdi ki, qardaşlar, mənim nə günahım var? Dünya bazarında müharibə başlayıb Trumpla İran, turbalarımız, nə bilim, borularımız çətinliyə düşüb, ona görə qiymət qalxıb. Təbiidir. Necə Azərbaycanda qiymət qaldıranda nə deyirlər? Deyirlər, dünya bazarında artıb, bizdə də artıb. Fransada heç bir siyasətçi özündə cəsarət tapıb bu sözü deyə bilmir. Çünki auditoriya, seçicilər onun ağzını cırır kobud formada ki, nə dəxli var dünya bazarında nə baş verir. Dünya ayrı, sən ayrı. Sən ona görə səni hökumət seçmişik ki, sən bizim dünyadakı o təlatümlərdən sığortalayasan. Hökumət məcbur oldu ki, işləyən adamların, şirkətlərin, maşınlarının yanacağının qarşılaması üçün müəyyən güzəşt tətbiq eləsin. Yenə deyirəm, heç bir ay çəkmədi Qənimət bəy, bir ay çəkmədi. Evet. Amma onunla yenə də cəmaət narazı. Deyir ki, yaxşı, işləyən və işləməyən də yanacaq işlədir axı. Bunu nəyə görə deyirəm? 4 ildir, 6 ildə artıq bunlar sərhədi bağlayıb, quru sərhədi. Adamlar təyyarədən istifadə edir, düzdürmü? Əgər sənin bir xəbis niyyətin yoxdursa, hər dolayısıyla eşitdirdiyin kimi təhlükəsizlik tədbiridirsə, ay vicdansız, heç olmaya Azərbaycan vətəndaşlarının təyyarədən turizm məqsədinin üçün yox. Tutaq ki, tələbə oxuyur da, sübut olunub ki, bu tələbədir. Türkiyədə, İranda, Turanda. Bunlara niyə bir 10%'lik güzəşt tətbiq eləmirsən? Adamlar əməliyyata gedir. Qonşu ölkələrə. Əməliyyata gedir. Vacib bir hadisəyə gedir. Yəni, hətta turistin də haqqıdır ki, ucuz səfər eləsin. Özdə ki, o halda ki, bizim neft-qaz ölkəsiyik. Təyyarələrin yanacağı Hörmüz boğazından gəlmir. Özümüzdədir. Xeylaqda təyyarələrimiz var. Bu nə qiymətlərdir? Niyə burada Azərbaycan insanına təhlükəsizlik tədbiri qoyduğunuz bir şeyə görə və sizin öz yaratdığınız problemə görə ki, onlar quru sərhəddindən keçib Qazaxdan Gürcüstana 10 manat verəcəkdi, amma məcburdur ki, İlham Əliyevin övladlarının təyyarəsinə 300 manat versin. Bu qədər insanların cibinə girirsiniz, 10% güzəşt eləmirsiniz. Niyəsi mənə bəllidir. Azərbaycan hakimiyyəti görməmiş, talancı və xalqı heç yerinə qoyan bir təsisatdır. Amma kim ki, mənim kimi düşünmür, düşünürsə ki, təhlükəsizlik tədbirinə görə bağlayıblar, ciddi səbəblər var, onda heç olmaya o haqqınızı tələb eləyin ki, hər bir Azərbaycan vətəndaşının haqqı olmalıdır ki,
hökumətin yaratdığı bu çətinliyə görə mən məcbur olub təyyarəyə bilet alıramsa, heç olmayan mənə 20%lik, 25%lik güzəşt eləməlisən. Bu qədər Qənimət bəy. Hə, bəy, mən bu Əli Əsədov adını çəkmişkən bir məsələyə də deyərdim, deyinək biraz. Mən əslində müxtəlif adamlarla söhbətdə bu mövzuya toxunmuşam, münasibət öyrənmişəm. Bu Əli Əsədov qardaşın iqtisadi cinayətlərin başladılar ifşa elədilər də, yazılar pozular. Amma özünə dəymədilər. Bunun başqa bir miqyası indi Cavanşir Feyziyevlə bağlı gözümüzün qarşısındadır. Amma Cavanşirin Əli Əsədova münasibətdə bir nəyi var? Alibisi var ki, mən rəsmi dövlət vəzifəsi tutmuram, deputatam, falanam, biznesmenəm, özüm bilərəm. Bəs sizə maraqlı gəldimi ki, sənə məsələn Əli Əsədovun ifşa eləyib, amma xətrinə dəymədilər. Bu nə idi? Nə haqq hesabı idi? Qənimət bəy, bizim başımıza gəldi. Qənimət bəy, nə sən, nə də bizim autoriya o qədər sadəlöv deyil ki, düşünsün ki, o yazı təsadüfən hökumətin, MT-nin, KKB-nin nəzarətində olan saytın jurnalist araşdırması olub. Jurnalist oturub birdən fikirləşib ki, mən araşdırım, görüm Əli Əsədovun nəyi var, nəyi yox və birdən-birə özə çıxardıb ki, bunun 40-dan çox sən demə obyekti var, özdə bunu dəcəl yollarla qazanıb, korrupsiyayla. Yəni belə bir şeyi heç birimiz yəqin ki, güman eləmirik də, şükür Allah ki, ağlımız yerində. Hələ başımıza o qədər soğuq dəyməyib. Bu, məncə onun inatkarın məncə ram edilməsi. Abi, mən ona da biraz skeptik yanaşıram. Niyə? Çünki Əli Əsədov o tiplərdən olan adam deyil ki, ona desinlər hansı obyekti və ya hesabı ver bizə, o da deyək ki, yox, vermir. O da ağıllıdır. O da yəni müqavimət göstərə bilməz. Amma Qənimət bəy, bəlkə də belə deyək də, bazarlığa getməyə istəməyib. Yəni deyiblər ki, tutaq ki, 40 obyektin var. Hadi bəy, ola bilməz. Onun 40 obyektin var, bizə plan qədərin verməlisən deyəndə, o deyər ki, 40 deyil, 41-dir, hamısını da verir. Tip odur yəni. Adamın duruşu o tipdir yəni. Tip olur da, onu eləyə bilməz yəni. Ağla batan versiya deyil. Amma Qənimət bəy, mənim o hadisə baş verəndə şərhim belə oldu ki, şərhim yox, yəni hadisədən çıxartdığım nəticə belə oldu ki, diqqət elədinizsə, orada Əli Əsədovun dənizkənarı obyektlərinin daha çox adı çəkilmişdi. Bulvardaş korrupsiyası olub da, onun qohumudur. Yeznəsidir, yoxsa bilməm nə. Təkcə bulvar yox, bəy, onun bir neçə obyektlərinin də adı çəkilmişdi orada. Mən nə düşündüm? Ehtimalımı deyirəm. Yəni, mən hökumət koridorlarında baş verənlərə dəqiqliklə bilmirəm. Yəni, ehtimallarımda da çalışıram, ehtiyatlı olum. Məsələ burasındadır ki, Qənimət bəy, 5-6 il bundan əvvəl beynəlxalq kriminal araşdıran jurnalistika şəbəkəsi müəyyən eləmişdi ki, bulvarda Paşayevlərin, Mehribanın dayısı uşaqlar düşür, nədir? Cəmil Əliyev var, Cəlil Əliyev var, nə bilim, adları bir-birinə oxşuyurdu. Yəni, dayısı uşaqlar düşür, olar. Yəqin ki, olar da. Əmis uşaqlar olsa, familiyaları zad olar. Paşayev olar. Paşayevlər, bəy. Paşayevlər əmiş uşaqlardır, onun öz nəsildir bəy. Mən çox üzr istəyirəm, hörmətli tamaşaçılar. Fikri bitirəndən sonra şərh yerinə qoyaram onların adını. Yəni Paşayevlərin orada birbaşa Mehriban Əliyevin yox, əmiş uşaqlar, dayı uşaqlarının orada obyektləri var. Mən belə güman elədim ki, bu siyahı hələ yuxarı səviyyədə deyil, bəlkə də aşağıda onların biznes maraqları toqquşub. Çünki Əli Əsədovun da dedilər orada obyektləri var. Bəlkə də onlar belə həmlə elədilər birbaşa. Yəni hələ yuxarıların razılığı olmadan. Amma orada da şübhə yeri onda qalır ki, hər halda bu baş nazirdir, bu MT-nin jurnalistikası yuxarıdan razılıq gəlməsə, bunu necə verə bilərlər? Amma başa düşdüyüm, qəbul elədiyim bir şey budur ki, hamımız kimi
bunun biznesinin əlindən almaq istəyirlər, qoy alsınlar. Amma bunun pis cəhəti budur ki, Qənimət bəy, bütün bu vurulan məmurlar yağmalananda istər-istəməz bizim bu zavallı Azərbaycanlılar sevinir də. Çünki deyirlər oğrudan oğruya halaldır. Bunlar öz zəhmətləri ilə qazanmayıb ki. Amma geniş baxanda mən bunu da pis görürəm. Niyə görə? Vurulan məmurların biznesinin əlində qalması geniş baxanda xalqın xeyrinədir. Çünki dövlət vəzifəsi əlindən çıxır onun. Heç olmayan obyektlər işlədəcək. O pul qohum əqrəbəsi və yaxud da işə götürdüyü adamlar vasitəsilə cüzi şəkildə bu çox primitiv təsəllidir. Belə olmaz. Kimsə bunun evini tikəcək, şkaturun vuracaq. Amma indi düşün ki, bu vurulanların da hamısının sərvəti təmərküzləşir bir ailənin əlində. Paşayevlər, Əliyevlər ailəsində. İndi bir tərəfdən demokratik hakimiyyət üçün yaxşı fürsət o baxımdan yaranır ki, hakimiyyət dəyişəndə top halda olur da bu oğurlanan kapital bilirsən ki, bir adamdan tələb olunacaq, nə qədər alınacaq anlamır. Amma ümumi baxımdan bu sərvətin təmərküzləşməsi də, bir əldə təmərküzləşməsi də cəmiyyətin ziyanınadır. Hə, o məmurlara nə olur? Haqq hələ az olur. Əllərindən də çıxmalıdır falan olur. Amma o kapitalın şaxələnməsi baxımından mən bunu ziyanını görürəm ki, yenə yığılır bir elədə bu bütün monopoliya yığılır bir elə. Amma mən əvvələ qayıdım bu acizliyimi etiraf eləyirəm ki, niyə bu kişinin başına bu işi gətirdilər, neynədilər. Amma bu tapaqərəmə adam da Qənimət bəy, yadındadırmı? Pandemiya vaxtı Ramiz Mehdiyev də ifşa olundu. Bu da qızına toy eləmişdi, neynəmişdi, onu da yaymışdılar. O da vardı mı o vaxt? Bəli, bunun yoxsa... Mən sadəcə belə gəlir ki, bunun baş nazirliyi ilə bağlı deyil. Niyə? Mən izləyicilər də bir qədər aydın olsun deyə deyim. Azərbaycanda faktiki olaraq Nazirlər Komitəsi Park Bulvardadır. Yəni, indiki bizim nə var? Nazirlər Kabinetinin rəsmi binası orada deyil. Port Baku arada Paşa Holding ki yerləşir. Faktiki Nazirlər Kabineti oradadır və ölkənin bütün demək olar ki, nazirləri cari tapşırıqları oradan alırlar. Orada müəyyənləşdirilir. Paşayevlərin nəzarətində deyilmi Qənimət bəy? Əlbəttə də Paşa Holdingin haqqı hesabıdır da. Mərkəzi qərargahıdır, mərkəzi ofisidir Paşa Holdingin. Bütün iqtisadi xarakterli qərarlar orada verilir, bütün tenderlər taleyi orada həll olunur, bütün iqtisadi layihələrin hamısı orada müəyyənləşdirilir, kim icra eləyəcək, kimə nə qədər pul veriləcək falan. Yəni o baxımdan da mən Əli Əsədovu, bu biçarəni baş nazir hesab eləmirəm. Çünki o özün də heç o baxımdan baş nazir hesab eləmir. Məsələn, bundan əvvəlki praktikada kim idi? Novruz Məmmədov idi da, elədirmi baş nazir? Bəli. O icalandı birdən-birə yerindən qalxdı ki, mən nə günahım var, mən buradayam. O, əlbəttə, o iş üçün nəzərdə tutan adam değildi. Amma bir müddət orada gedib gələndən sonra ona çatdı ki, yox, burada bu baş nazirza söhbəti yalandandır, Hacı Madər demişəm. Butafora kimi qoyublar da ora. Hə, butafora kimidir. Butafora işində bacarmır. Bu, xarici siyasi məsələlər üzrə prezidentin müşaviri idi. O işləri zat görürdü. Xarici İşlər Nazirliyi, bir də İlhamın özünün qohum əqrəbəsi. Amma bütün hallarda orada media falan nəsə danışırdı da gijiş ki, nəyi var adamın? Rəsmi vəzifəsi bu var. Ona görə mətbuat ona müraciət eləyirdi. O da nəmin ağlına gələn danışırdı. Orada indi ümumi xətt bəllidir. Bir xətər toxundurmadan karyeraya və həyatına nəsə danışa bilərdi. Amma da baş nazir hər gün konkret hansısa iqtisadi xarakterli idarə etmə məntiqinə əsaslanan qərarlar tələb eləyir. Bu Novruzluq deyil. O da Paşa Holdingdə verilir və yaxud baş nazirlikdir. Digərində bu labirintdən baş çıxartdı. Ona görə gicələ qalmışdı və məcbur oldu dilə gəldi ki, mən buradan götürün Məhəmməd Füzuli demişkən mövcilə könlümü ey əşq qopar yanımdan nalə ilə başım ağrıtdı bu bimar mənim deyə Füzulinin belə bir beyti var. Tədahətən deyim qoy. Novruz Məmmədovun əsəbləri dözmədi. O beyti dilə gətirdi və oradan mürəxxəs oldu. Əli Əsədov uzun illər prezidentin iqtisadi məsələlər üzrə, yəni indi ona
o qədər də nabiləd olmayan məsələlər üzrə müşaviri olub, orada boğub, talayıb, çapıb, vurub, yıxıb, baş kəsib, qan döküb, ad çıxarıb. Amma yaltaqlana. Azərbaycan İnzibati İdarəetmə Korpusunun ən peşəkar yaltaqlıq mücəssəmələrindən biridir. Yəni o bilir külək hansı səmtdən gəlir, hansı səmtdən gələn meh təhlükəlidir, hansı səmtdən gələn qasırğanın zərrə qədər də mala da vara zərəri yoxdur kimi bu məsələləri bilən adamdır və buna birdən-birə toxundular və bu bir ciddi sirr müəmma olaraq qaldı. Amma hər nəysə, keçənə güzəşt deyərlərmi, deməzlərmi, onların bazarıdır, onların təsərrüfatlarıdır. Tamam, Natiq bəy, çox təşəkkürlər. Çox təşəkkür Qənimət bəy, hörmətli tamaşaçılar. Salamat qalın, əlbəttə, və hər iki kanalı, yəqin ki, Natiq Adilov kanalında da bu söhbət gedir. Bəyənin və paylaşın, salamat qalın. Sağ olun.